Sabahın xeyir Azərbaycan. Gəlin birlikdə maraqlanaq. İnsanlar hansı tip müəssisələrinə müraciət edirlər? Siz hansı tip müəssisələrindən istifadə edirsiniz? Mən çox istifadə eləmirəm çünki çox da xəstələnmirəm ona görə. İmkan varsa özələ gedirik. Yox, əgər imkan yoxdursa dövlətə müraciət edirik. Bəzən dövlət, bəzən özəl. Baxırlar. Özəl müraciət edirik. Doktorumuz da özəldədir, özəldən razıyıq. Dövlətə də müraciət edirik çünki aylıq getməliyik ora. Amma belə özələ müraciət edirik. Dövlətdə peyvəndlər olunur, özəldə də digər müayinələr falan. Özəl də olur, dövlət də olur. Deyə bilmərəm ki, konkret bu, yəni 50-50-yə belə də olur. Baxırım ki, həkim haradadır. Əgər bizim inandığımız həkim özəldədirsə özələ, dövlətdədirsə dövlətə. Daha çox üstünlük həkimə veririk, nəinki müəssisəyə. Xaricdə bir həkimə müraciət edəndə, məsələn, tutaq ki, sən o otaqda uzanırsan, bütün həkimlər gəlir, səni orada bir-bir yoxlayır, gedir. Amma bizdə elə deyil axı. Bizdə gəlib bu qapıda 1 saat dayanasan, sonra gəlib bu qapıda 1 saat dayanasan. Bu da yaşlı adamlar, nə hövsələ çatmır, nə ondan sonra desə elə getməsəm ondan yaxşıdır. Dövlət. Dövlət. Razısınızmı? Növbə çox olur, amma razıyıq.